ürəyindən nə keçirsə, artıq Peyğəmbər deyir, osan. Qəlbindən nə keçirsə, osan. Dilivin dediyi çox önəmli deyil. Bəzən dilimizlə yaxşı danışırıq, amma ürəyimizdən yaxşı şeylər keçmir. Dilimizlə birini tərifləyirik, amma ürəyimizdə xoşumuz gəlmir ondan. Dilimizlə birinin bir uğuruna sevinirik, amma içimizdə sevinmirik. İçimizdə narahatıq. İçi yandırır onu. Amma dilində deyir, çox sevindim sənin adıma. Nə gözəl oldu, uğurların bol olsun filan. Amma içində zərrə qədər sevinci yoxdur. Peyğəmbər buyurur, içindən nə keçirsə osan, dilivin dediyi deyil. Dildə insan əxlaqlı da görsənə bilər, mənəviyyatlı da görsənə bilər, yaxşı da görsənə bilər, qayğışeş insan kimi də görsənə bilər, güya hamının dərdinə yanır. Amma içində heç kəsin dərdi ona maraqlı deyil. İçində maraqlı deyilsə, Peyğəmbər deyir, sən osan, o içində olan. İnsanın niyyəti insanı böyüdür, bəzən də kiçildir. İnsan var, niyyətinə baxırsan, deyirsən, nə böyük adam insan imiş bu. Mən heç bunu belə tanımamışım. Bir əməl eləyir, sonra niyyətindir ki, mən bu işi görəndə, niyyətim bu idi. O niyyətin deyəndə deyirsən ki, ilahi, bu nə böyük insan imiş, nə dərin insan imiş bu insan. Bu necə dərin niyyət edib. Bəzən də əksinə olur, bir iş görür, qıraqdan yaxşı görsənir, deyirsən ki, doğrudan da bu nə yaxşı işlərlə məşğuldur filan. Amma niyyətini deyəndə deyirsən ki, ilahi, bu nə kiçik insan imiş, nə dayaz insan imiş, bu nə fikirləşib eləyib bunu.